Salam, xoş gördük hər birinizi. Bugün moruq mürəbbəsi hazırlayacağıq. İlk dəfə də bu üsulla edirəm. İlk öncə moruğu yudum, daha sonra isə moruğu isti suda saxladım ki, əgər qurdu varsa üzə çıxsın. Şükür ki, mənim moruğum təmiz çıxdı. Daha sonra isə şərbət düzəltdim. Şərbətə 1 kilo şəkər tozu, 1 stəkan su ilə qarışdırıram. Şəkər əriyəndə isə moruğu əlavə edirəm. Moruğu əlavə edəndə xodun alıram. Belə xırda-xırda qaynayanda isə xodun verirəm. Qazın, sobanın xodunu açıram. Gördüyünüz şəkildə əlimlə qazanı sirkələyə-sirkələyə edirəm. Çalışdığım qədərilə kəfkirdən az istifadə edirəm. Burada göstərmək istəyirəm ki, necə dəndən qalıbdır. Yəni, kəfkirdən az istifadə edin. Tamamilə istifadə etməyin. Daha sonra isə 15 dəqiqə müddətində moruğumuz bişir. Üzərində artıq qalan kəfləri isə salfet yardımı ilə yığıram. Burada çəkiliş gecə olubdu. Yenə də rəngi çox gözəl görsənir. Bunu isə gündüz çəkdim ki, moruğun tam rəngini görə biləsiniz. Həqiqətən çox möhtəşəm alındı. Bir dənəsi belə əzilmədi. İlk dəfə şirə düzəldib elədim. Mən düşünürəm ki, elə moruğu bu cür bişirmək lazımdır. İzlədiyiniz üçün təşəkkür ederim.